Dünən noyabrın 9-u 2024'te Azərbaycanın sivil toplum aktivistləri Hamburg Üniversitesinde Azərbaycanın rolu gələcəkdə İranda bir sürdürülür demokraside rolu bu seminara dəvət olan çıxışçılar vasitəsilə ələ alınıb analiz oldu. Azərbaycanın sivil toplum aktivistlərinin ikinci seminarı 2 bölümdə ve 2 dildə bərpa oldu. Nahardan qabaq Türk dilində və nahardan sonra isə Fars dilində keçirildi. Seminarın Türk bölümündə Simin xanım Səbri, Azərbaycan Demokrat Partisinin sözcüsü məruzəsində ciddi bir suala toxundu. Türklərin geniş vasitədə İranda yaşamağına rəğmən onların güclücə meydanda olmamalarının səbəbi nədir? Başqa deyişlə, Türklər İranda siyasi sahədə hardadırlar deyə sualına cavab verdi və verdiyi cavabda 3 müəyyən faktoru nəzərə aldı. Hüviyyət və kimlik böhranı Türk toplumuna necə yerləşdi? Azərbaycanın tarixində ən əski partiyalardan Azərbaycan Demokrat Firqəsinin yenilməsi, zəifləməsi və meydandan keçməsinin səbəbi nədir deyə və eyni halda Türk xalqına qarşı asimilasyon mühəndisliyi necə gedib deyə o əsas suala cavab verməyə çalışdı. Sonra görkəmli siyasi fəlsəfə xocası Eyvəz bəy Taha bir dildə şeirin və nəsrin bir toplumun gəlişmə və ya geri qalma hallarını göstərməkdə geniş bir danışıq açdı və toplumların gəlişmiş və ya geriyə qalmış durumunu şeir və nəsrə bağlamaqla izah etdi. Və bu mövzunu çox fərqli faktlara, fərqli ölkələrdə dayanaraq, eyni halda fərqli filosoflardan mədəd alaraq seminara düşünülür bir vəziyyətdə izah etdi. Sonra növbət Həsən bəy Əfraz, Azərbaycan Demokrat Partiyasının ikinci sözcüsünün sözlərini Azərbaycan düzgün və radikal demokrasiya bir dayaqdır deyə məruzədə bulundu və Azərbaycanın çaba və çalışmaları İranda gerçəkdən ədalət və demokrasinin bərqərar olmasına izahat gətirdi. Üçüncü məruzəçimiz isə Fatimə xanım Babaxani idi. Fatimə xanım Babaxani də Eyvəz bəy Taha kimi Güney Azərbaycandan bu seminara iştirak etmişlər. Fatimə xanım Babaxaninin məruzəsi kənd bölgələrində qadınlara yapılan xuşunətə qarşı mücadilənin aparması və qadınlara əmniyyət evlərinin bərqərar olmasında rolunu və bu projenin İranın fərqli bölgələrində icra olmasından bir rapor verdi və kəndlərdə qadınlara məlumat yayılması və kəndlərdə kişilərlə müzakirə olması və şiddətə qarşı eğitim məsələsini onlarla paylaşmasını öz raporunda seminar iştirakçılarına paylaşdı. Yemək arasından sonra mən Yunus Şamili seminarın bərqərar olmasının nədənlərindən söz açdı və İranda siyasi dəyişiklik olursa və İran İslam Cumhuriyyəti yıxılırsa biz hangi siyasi teori ilə bu rejimdən keçib yeni rejimin bərpasına diqqət yetirməliyik? Orada mənim vurğuladığım konu gələcək İran siyasi coğrafiyasında ədəm təmərküzlü və federal sistemin yaranmasına diqqət çəkməkdir. Və keçən yüzildə İranda unitaristi bir sistem, yəni təmərküzlü, bütövçü bir devlət yapısı geçen yüzyılda bu ülkenin başına ne oyunlar getiriptir diye İran'ın siyasi sisteminde rejim yıkılandan sonra uniter bir sisteme karşı federal bir sistemin İran'da bərpa olmasıyla hem demokrasi sahəsində gəlişmə, eyni halda İran'da yaşayan fərqli xalqların, ələlxüsus
qeyri-fars xalqların bərabər hüququnun təmin olmasına şərait və zəminin yaranmasını danışdım. Və orada bugünün zərurəti olaraq demokratik bir siyasi teorinin meydana gəlməsi və onun haqqında məlumat yayılması və o sahədə belə bir siyasi teorinin xalqlar arası yayılmasında dərin fayda var deyə fikrimi sunmuşdum və bu seminarın bərpa olmasının zərurəti o əsas demokratik teorinin əldə etməsi üçün bir çaba kimi seminarın bərpa olma zərurəti kimi bəyan et. Sonraki məruzəçimiz Meysəm bəy Badamçıdır. Meysəm bəy sözlərini Döktör Məhəmməd Rza Nikifərə qarşı tənqidi yanaşma ilə formalaşdırdı və uzun məruzədə federalizmin zərurəti və qeyri-fars xalqların bərabər haqqına təkid üçün danışdı. Meysəm bəydən sonra Döktör Məhəmməd Rza Nikifərə sıra gəldi və Döktör Nikifər gələcək üçün öz düşüncələri meydana qoydu və İranda olan fərqliliklərin həlli üçün dil və ya etnik sahəsində düşüncələrini bəyan etdi. Hər zamanki kimi İran toplumunun, İran rejimi getdiyində farslarla türklər və ya türk məsələsi ən mühüm məsələ olaraq meydana gəlməsini hər zaman kimi vurğuladı və bu sahədə bəzi fikirlər sundu. Sonra Zəhra xanım Baqiri ayrı seçkisiz bir feminizmin İranda gerçəkləşməsinə diqqət yetirdi və qeyri-fars xalqların qadın məsələsinə və cinsiyyət məsələsinə və orada bir adilanə baxışın feminizm içində olmasına vurğu yaptı. Mehran bəy Bərati isə İran-gərayanə bir zehniyyət çərçivəsində qeyri-fars xalqların məsələsinə toxundu və bu ölkənin sahiblərin türklər və kürdlərdən ibarət deyə qələmə verdi və bəzi izahatda bulundu ki, seminarın ərəfəsində o düşüncələrə qarşı bəzi tənqidlər də meydana gəldi. Sonra sıra Sülh Nobeli ödülünü alan Şirin xanım İbadiyə gəldi. Şirin xanım İbadi danışığının ərəfəsində ümumiyyətdə qeyri-fars xalqlara olan zülmü və sitəm haqqında danışdı və onların toplumda bərabər haqq sahibi olmasına diqqət yetirdi. Eyni halda federal sistemin İranda yerləşməsini və bu federal sistem bərabər hüququ təmin etmədə bir mühüm rolu ola bilər deyə qələmə verdi və ona vurğu yaptı. Sonra isə cənab Keyqubad İsmailpur qeyri-mütəmərkiz və federalisti bir sistemin İrana yerləşməsinin zərurətindən tamamilə danışdı və sonra son çıxışı cənab Döktör Rza Müridi İranın gələcək siyasətindən və siyasi sistemindən danışdı və orada çox mühüm bir məqama vurğu yaptı. Döktör Rza Müridi işarə etdi ki, İranın gələcək sistemində İranda yaşayan xalqların bərabər hüququ təmin olmayınca İranda demokrasinin gerçəkləşməsi qeyri-mümkündür dedi və bu məsələni fərqli pəncərələrdən dəyərləndirdi. Seminarın ixtitamiyyəsini cənab Məhəmməd Rza Xişdi sözləri ilə son qoydu və milli və demokratik mücadilənin İranda ciddi təsiri və gələcək demokrasiyada ciddi rolunu vurğuladı və bu seminarların və ya bu türlü seminarların bərpa olmasında və yeni düşüncənin toplum arasında yayılmasına təkid etdi və sonra da seminarda iştirak edən insanların hamısından ciddicə təşəkkür etdi və gələcək seminarda Azərbaycan sivil toplum aktivistlərinə uğurlar arzu etdi. Və bu vasitə ilə Hamburg Universitetində Azərbaycanın sivil toplum aktivistlərinin bərpa etdiyi ikinci seminara son qoydu. Sonunda işarət etməliyəm ki, seminardakı tamam materiallar, o cümlədən çıxışçıların çıxışları, sual-cavablar və mübahisələr o sahələrdə hamısı müntəzəm şəkildə gələcək günlərdə mediada yayılacaqdır. Eyni halda bir məqamı da vurğulamalıyam ki, Azərbaycanın sivil toplum aktivistləri dediyimizdə
fərqli təşkilatlar, əncümənlər və fərqli münfərid şəxsiyyətlərimizdən ibarət olur. Azərbaycan Demokrat Partisi, Azərbaycan Mədəniyyət Ocağı Berlində, Türk Qadın Mərkəzi və çox dəyərli milli aktivistlərimiz fərdi olaraq bu seminarın bərpa olmasında çox önəmli rollarının olmasını vurgulamaq istəyirəm. Yəni bu seminar həqiqətən bir müştərək işin sonucu və nəticəsi idi. Bu seminarın bərpa olması və onun olduqca dərin gedişatı və teorik cəhətdən yüksək səviyyəli təqdim olması Azərbaycanımızın gələcəyi üçün, xalqımızın uğuru üçün çox ciddi etkili bir hərəkət hesab ola bilir. Bu seminarların bərpası Azərbaycanın diqqət çəkici rolunu və Türk xalqının siyasi, ictimai və kültürel sahədə aparıcı rolunu gözlər önünə sərməkdə bir ciddi rolu vardır. Türk xalqı verilən statistikaya görə İranda yaşayan insanların %40'ını təşkil edir. Bu sayı İranda yaşayan xalqlar arasında, o cümlədən Fars xalqı ilə də müqayisədə ən yüksək sayda olan xalqı təşkil edir və o açıdan siyasi, ictimai, hətta elmi və kültürel sahədə aparıcı bir rolunun olmasını diqqət mərkəzinə çəkmək bu seminarların və ya bu türlü fəaliyyətlərin işidir. Əlbəttə ki, hər kəsə məlumdur ki, yalnız seminar bərpa etməklə siyasətdə bir yerə varmaq olmaz. Amma bir hərəkatın sonuc verməsində seminarlar bərpa etmə və məsələni araşdırma və hərəkəti elmi bir səviyyədə bu seminarlarda təqdim edib və onun haqqında danışma qaçınılmaz işlərdən biridir. Azərbaycan sivil toplum aktivistləri çox diqqətcə, özəlliklə ölkədən xaric Avropada və Amerikada bu seminarlara barmaq qoyma və o sahədə geniş işlər aparma, yəqin ki, Türk xalqının Güney Azərbaycanda və İranda gedişatının gəlişməsinə və orada uğur qazanmasına ciddi rolu və təsiri olmasını düşünməli və bu yola davam etmək gərəkliyini bilməyimiz lazımdır.